Salam hörmətli izləyicilər, siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir. Belə ki, bu həftə QS Reyting Agentliyi dünyanın ən yaxşı universitetlərinin 2026-cı il üçün fən sahələri üzrə reyting cədvəlini dərc edib. Universitetimiz dünyanın nüfuzlu ali təhsil reytinqlərindən biri hesab olunan QS reytinginin 2026-cı il nəticələrində 2 fənn üzrə qlobal siyahıya daxil olub. Reytingin nəticələrinə əsasən universitetimiz neft mühəndisliyi istiqaməti üzrə 101-150, kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə isə 451-500-cü intervalda qərarlaşıb. 2026-cı il buraxılışında dünya üzrə 6200-dən çox ali təhsil müəssisəsi təhlil olunub. Onlardan 1912 universitet 55 müxtəlif fənn istiqaməti üzrə qlobal reyting siyahısına daxil edilib. Əldə olunan nəticələr universitetin xüsusilə mühəndislik və texnologiya sahələrində akademik potensialının və elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanındığını göstərir. Bundan əlavə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2024-cü ildə də fənn sahələri üzrə QS reytinqində neft mühəndisliyi istiqaməti üzrə qlobal siyahıya daxil olmuşdu. Kompüter elmləri sahəsində isə 2020-2024-cü illər ərzində universitet alimləri tərəfindən 500-dən çox elmi məqalə dərc olunub və bu tədqiqatlar minlərlə elmi istinad əldə edib. Qeyd edək ki, QS tərəfindən hər il hazırlanan bu reyting cədvəli universitetləri akademik reputasiya, işə götürən reputasiyası, elmi məqalələrə edilən istinadlar, H indeksi və beynəlxalq elmi əməkdaşlıq kimi göstəricilər əsasında qiymətləndirir. Bu indikatorlar ali məktəblərin həm tədris, həm də tədqiqat fəaliyyətinin qlobal səviyyədə nə dərəcədə tanındığını göstərir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti QS Reyting Agentliyinin fənn sahələri üzrə 2026-cı il nəticələrində mühüm elmi nailiyyət əldə edib. Universitet kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə ilk dəfə qlobal reyting siyahısına daxil olub və 451-500 intervalında qərarlaşıb. Həmçinin bu göstərici Azərbaycan universitetləri arasında həmin istiqamət üzrə ən yüksək nəticədir. Bu nəticə universitetdə son illərdə informasiya texnologiyaları və rəqəmsal texnologiyalar sahəsində aparılan elmi tədqiqatların və tədris fəaliyyətinin genişlənməsi ilə bağlıdır. Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Bahadur Turayevin rəhbərlik etdiyi nümayəndə heyəti rektor dosent Rüfət Əzizovla görüşüb. Görüşdə tərəflər ali təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, eləcə də innovasiya və sənaye ilə əlaqələrin inkişafı istiqamətlərində fikir mübadiləsi aparıblar. Həmçinin ortaq təhsil təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə olunub və konkret hədəflər müəyyənləşdirilib. Cəlilabad rayonunda təşkil olunan Aqrar Biznes Festivalı çərçivəsində keçirilən Bootcamp proqramında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri də iştirak ediblər. Proqram zamanı iştirakçılar kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarların qarşılaşdıqları çətinlikləri dinləyib, mövcud problemlər ətrafında müzakirələr aparıblar. Eyni zamanda aqrar sahədə innovativ həllərin tətbiqi imkanları və bu istiqamətdə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində iştirakçılar müxtəlif təsərrüfat sahələrinə səfər edərək aqrar sahədə tətbiq olunan müasir texnologiyalar və istehsal prosesləri ilə yerində tanış olublar. Proqram iştirakçıları aqrar sahədə innovativ həllərin tətbiqinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə yeni ideyalar və layihələr üzərində işləməyi planlaşdırdıqlarını bildiriblər. İsveçrənin Cenevra şəhərində keçirilən 51-ci Beynəlxalq İxtiralar sərgisində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti uğurla iştirak edib. Cari ildə sərgidə 30-dan artıq ölkədən təxminən 1000-ə yaxın ixtira və innovativ layihə təqdim olunub. Türk dilli ölkələr arasında yalnız Azərbaycan Respublikasının iştirak etməsi isə ölkəmizin təmsilçiliyinə xüsusi əhəmiyyət qazandırıb. Nümayəndə heyəti ümumilikdə 13 nəfərdən ibarət olub.
Onların sırasında universitetimizin sabah qrupları üzrə 2 magistr tələbəsi, 4 məzun və digər tələbələri yer alıblar. Sərgidə təqdim olunan layihələr Beynəlxalq Münsiflər Heyəti tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 5 layihədən 3-ü müxtəlif mükafatlara layiq görülüb. Qeyd edək ki, artıq 51-ci dəfə təşkil olunan bu nüfuzlu beynəlxalq platforma hər il dünyanın müxtəlif ölkələrindən iştirakçıları, tədqiqatçıları və elmi qurumları bir araya gətirir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetinin Kimya Mühəndisliyi üzrə müəllimi və Strasburq Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasındakı ikili doktorantura proqramının doktorantı Leyla Əliyeva növbəti beynəlxalq elmi uğura imza atıb. Onun həm müəllifi olduğu tədqiqat işi Elsevier nəşriyyatının Q1 kateqoriyalı jurnallarından sayılan nüfuzlu Powder Technology nəşrində işıq üzü görüb. Məqalədə əksini tapan əsas yenilik ondan ibarətdir ki, mikrofluidik sistem sayəsində reaktivlərin qarışma sürəti və axın parametrləri mikrosəviyyədə idarə olunur. Bu yanaşma nano hissəciklərin həm yüksək təmizlikli monofazalı strukturunu qoruyub saxlamağa, həm də onların səth sahəsini ehtiyaca uyğun olaraq dəyişməyə imkan verir. 1918-ci il Azərbaycanlılara qarşı soyqırımların 108-ci il dönümü ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbər heyəti və kollektivi Universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Quba soyqırımı memorial kompleksini ziyarət edib. Ziyarət çərçivəsində universitet kollektivi kompleksdə nümayiş olunan tarixi faktlar və materiallarla tanış olub. 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş qırğınlar haqqında ətraflı məlumat əldə ediblər. Daha sonra memorial kompleksdə 31 mart soyqırımı ilə bağlı seminar keçirilib. Seminarda çıxış edən rektor Rüfət Əzizov tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayaraq belə ziyarətlərin gənclərin və cəmiyyətin maarifləndirilməsində xüsusi rol oynadığını bildirib. İştirakçılar soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş kitab sərgisi təşkil olunub. Sərgidə 1918-ci ildə Bakı şəhərində və digər ərazilərdə erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri soyqırım aktının başlanmasından, baş verən qırğınlardan bəhs edən 50-dən çox kitab, jurnal, foto və digər materiallar nümayiş olunub. Bununla yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika və Geoloji Kəşfiyyat fakültələrinin tələbə gənclər təşkilatlarının təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə fakültələrin professor-müəllim heyəti tərəfindən xalqımıza qarşı törədilmiş bu faciənin tarixi həqiqətləri geniş müzakirə olunub. Gənclərin milli yaddaşının qorunmasının vacibliyi vurğulanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət Adınsız Cyber Club'ın Azitim komandası Özbəkistanın Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universiteti tərəfindən təşkil olunan Beynəlxalq Capture the Flag yarışında iştirak edərək həm universitetimizi, həm də ölkəmizi layiqincə təmsil edib. Yarış ərzində yüksək performans nümayiş etdirən Azitim uzun müddət iştirakçılar arasında top üçlükdə qərarlaşıb. Ümumi sıralamada isə güclü nəticə əldə edib. Komandamız müxtəlif kateqoriyalar üzrə təqdim olunan mürəkkəb tapşırıqları uğurla həll edərək kiber təhlükəsizlik sahəsində bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirib. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.